Bismillahirrahmanirrahim. İslam dünyasında 12 aydan biri də Zilqədə ayıdır. Zilqədə ayının aylar arasında özünə məxsus yeri vardır. Bu ayda da müəyyən ibadətlər və namazlar vardır. Zilqədə ayının özü haqqında əvvəldə bunu demək istərdik. Zilqədə ayı İslam dünyasında 4 haram aylardan birincisidir. Zilqədə ayı, Zilhiccə ayı, Məhərrəm ayı və Rəcəb ayı. Bu 4 ay İslam dünyasında haram aylardan hesab olunur. Bu aylarda müharibə etmək qadağandır. Hətta İslam düşmənlərinə belə qarşı müharibə aparmaq bu ayda icazə verilmir. Əlbəttə, əgər müsəlmanlara qarşı onlar müharibə apararsa, özümüzü müdafiə etmək borcumuzdur. Onda biz də onlara qarşı onların təcavüzünü qaytarmaqdan ötürü müharibə apara bilərik. Bu istisna haldır. Zilqədə ayı haram aylardan dediyi biridir və bu ayda həmçinin hacılar həcc ziyarətini, Allahın evini ziyarət etməyə hazırlaşırlar. İslam dini ümumiyyətlə bütün il boyu, bütün aylarda müharibədən çəkinməyə, mehribançılığa, sülhə dəvət edir. İndi madam ki, məcbur qalıb kimlər nəsə müharibə aparmaq istəyiriksə, onda bu 4 ayda bunu edə bilmərik. Əlbəttə, dediyimiz kimi, özünü müdafiə etmək başqa bir məsələdir. Zilqədə ayının özü həmçinin Allah qatında dualarla, namazlarla əhəmiyyət daşıyan bir aylardan hesab olunur. Seyyid ibn Tavus böyük alimlərdəndir. Bu ayın fəziləti haqqında belə buyurur. Bu ay çətinliyə düşənlərin dua etmələri üçün çox yaxşı bir aydır. Yaxşı olar ki, çətinliyə düşənlər, problemi olanlar Zilqədə ayının fürsətindən faydalansınlar, çətinlikdən çıxmaqdan ötürü dua etsinlər. Həmçinin bu ay zülmü və zalimin zülmünü aradan qaldırmaqdan ötürü, zalimin məhv olmasından ötürü dua etmək istəyənlərin ayıdır. Bəli, kiməsə zülm olunub, kiminsə haqqı tapdalanıb, kiminsə haqqına girilib, bu ayı fürsət bilsin, bu ay xüsusilə zalimlara qarşı dualarımızın qəbul olması üçün bir əhəmiyyətli aylardan hesab olunur. O cümlədən o alim belə buyurur ki, duaların qəbul olunması ayı da Zilqədə ayıdır. Bəli, bu ayın özündə dualarımız da qəbul olar və bu ayı qənimət bilək, inşallah çalışaq bu ayda dualarımızı qəbul etdirək. Bu ayda 3 gün oruç tutmaq təkid olunmuşdur. Yaxşı olar hər ayda 3 gün oruç tutulsun. Bu ayında cümə axşamı, cümə günü və şənbə günü 3 gün ardıcıl 4, 5, 6-cı günlər oruç tutmaq sifariş olunmuşdur ki, bu bir ilin ibadətinə bərabər hesab olunmuşdur. Axırıncısı, bu ayda həmçinin Təhvül Ərz günü vardır. Çox əhəmiyyətli bir gündür. Yer üzü hamısı hədislərimizə əsasən su olub, sonradan yavaş-yavaş quraqlıq, torpaq ərazisi yaranmağa başlayıb və həmin o gün Zilqədə ayına təsadüf eləyir. Həmin gün haqqında geniş məlumat verəcəyik inşallah. Çox böyük bir duaların qəbul olunan günüdür. O cümlədən bu ayın bir namazı vardır ki, inşallah o namaz haqqında ayrıca danışacağam. Zilqədə ayını fürsət bilək, Allah bizi bu ayın fəzilətindən məhrum etməsin. Əziz Peyğəmbərimizdən Allahın salamı olsun ona və əhl-i beytinə Zilqədə ayının bazar günü haqqında bir namaz vardır. Çox fəzilətli bir namazdır. Namazın özünü sizə izah etməmişdən qabaq, bu namazın fəzilətini Peyğəmbərimizin mübarək dilindən diqqətinizə çatdırıram. Allahın Peyğəmbəri belə buyurur. Hər kəs bu namazı qılarsa, bu namazın fəziləti o qədərdir ki, kim o namazı qılsa, tövbəsi qəbul olar, günahları bağışlanar. Bu namazı onun özünə və ailəsinə xeyir-bərəkət gətirər bu namaz. Kiməsə borcu varsa və ya onun boynunda kiminsə haqqı varsa, qiyamət günü o kəslər ondan razı qalar, dünyadan imanlı köçər, qəbri geniş və işıqlı olar. Ata-anası ondan razı qalar. Allah onun ata-anasını da bağışlayar, onun nəslini də belə bağışlayar və onun ruzusunu artırar. Son, ölüm mələyi onun canını alarkən onunla xoş davranar və canını rahat alar. Baxın, Peyğəmbər bu namaz haqqında nə qədər fəzilətlər dedi. Daha nə qaldı ki? Nə qaldı Peyğəmbər deməsin? Bu namazda demək olar ki, hər şey var. Ona görə bu namazı fürsət bilək. Yaxşı, bu namaz necədir? Peyğəmbərimiz, Allahın salamı olsun ona və əhl-i beytinə belə buyurur. Bazar günü, yəni bu ayın
içərisində hansı bir bazar günü istəsəniz edin. Bazar günü əvvəl qüsl edin. Niyyəti də budur. Zilqədə ayının bazar gününün quslunu verirəm qurbətən ilallah. Sonra dəstəmaz alın. 4 rükət namaz qılın. 2-2 qılınacaq. 4 rükət arasında fasilə 2-2 qılınacaq. Hər rükətdə, birinci rükətdə olduğu kimi, ikinci rükətdə də həmçinin Həmd surəsi, 3 dəfə İxlas surəsi, 1 dəfə Fələq və 1 dəfə Nas surəsini oxuyun. 4 rükət, 2-2 qılacaq. Hər rükətdə həmd, həmdən sonra 3 qul huvallah, 1 Fələq və 1 Nas surəsi oxuyun. Bu namazı qılıb qurtardıqdan sonra 70 dəfə istiğfar Allahdan bağışlanmaq istəyin. Əstəğfirullaha Rabbi və ətubu iləy. Allah səndən bağışlanmaq istəyirəm, tövbə istəyirəm. 70 dəfə Allaha bağışlanmaq dilədikdən sonra bu cümləni bir dəfə deyin. La havlə və la quvvətə illə billahil aliyyil azim. Uca və əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur. Sonra bu son cümləni deyin. Ya əziz, ya qəffar, iğfirli zunubi və zunubə cəmi'il müminin vəl müminat. فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتِ. Ey izzət sahibi, ey çox bağışlayan Allah, mənim günahlarımı və bütün mömin və möminələrin günahlarını bağışla. Çünki səndən başqa kimsə günahları bağışlamır. Namaz bu qədər asan və çox vaxt aparmayan, vaxt tutmayan bir namaz. Amma fəziləti isə Peyğəmbərimizin mübarək dilindən çox fəzilətli. Allah bizi bu namazın fəzilətindən məhrum etməsin. Bismillahirrahmanirrahim. Zilqədə ayının 25-i Dəhvül Ərz günüdür. Əvvəlcə Dəhvül Ərz günü haqqında məlumat verək. Dəhvül Ərz, yəni yerin üzə çıxdığı gün. Həmin gün yer üzərində torpaq ilk dəfə olaraq suyun altından üzə çıxmışdır və yayılmışdır. Dəhvül Ərz də elə bu mənadadır. Torpaq ərazisi həmin gün suyun altından üzə çıxıb və tədricən torpaq genişlənməyə başlayıb və yer kürəsi bizim bugünkü günümüzdə olan formasını almışdır. Amma dini baxımından, mənəvi baxımından Dəhvül Ərz nə gündür? Dəhvül Ərz dini hədislərimizə Peyğəmbər və onun əhl-i beyti Allahın salamı olsun, onların hikmətli kəlamına baxdıqda görürük ki, Dəhvül Ərz günü yer üzərinə Allahın rəhmətinin ilk gəldiyi bir gündür. Allahın rəhməti yer üzərinə ilk dəfə həmin gün gəlmişdir. Və həmin gün Allah qatında, Allah dərgahında çox bərəkətli və rəhmətli və insanlara xeyir gələn bir günlərdən hesab olunur. Həmin günün əməlləri vardır. Birinci, oruç tutmaqdır. Həmin gün oruç tutaq. Birinci imamımız Əmir əl-Müminin əleyhissalam həmin gün haqqında, oruç tutmaq haqqında belə buyurur. İlk rəhmət göylərdən yerə Zilqədə ayının 25-i nazil olmuşdur. Buna görə də hər kim bu günü oruç tutarsa və bu günün gecəsini ibadətlə məşğul olarsa, 100 ilin ibadətinin savabını əldə edər. Bu, oruç tutmaqla bağlı. Həmçinin imam buyurur ki, əgər bugün bir dəstə insanlar bir yerə yığışıb Allahı zikr etməklə məşğul olsalar, onlar dağılışmamışdan, hələ o məclisdən durub ətrafa dağılışmamışdan Allah onların istəklərini, hacətlərini yerinə yetirər, həyata keçirər. Allah bugün min rəhmət nazil edər və bu rəhmətin bir qismini bir yerdə toplaşıb Allahı zikr edən, bu günü oruç tutub gecəsini ibadətlə keçirən o insanlara şamil olar. Həmin gün bir namaz da vardır. O namazı diqqətinizə çatdırıram. Günün əvvəlində, yəni günəş bir balaca qalxdıqdan sonra, günəş yuxarı qalxdıqdan sonra 2 rükət namaz qılınır. Həmin namaz müstəhəbdir. O 2 rükət namazın özündə Həmd surəsindən sonra 5 dəfə Şəms surəsi oxunsun. Şəms surəsi çox uzun surələrdən də deyil. Hər rükətdə Həmdən sonra 5 dəfə Şəms surəsini oxuyun və niyyəti də bu olacaq. Dəhvül Ərz gününün namazını qılıram, qurbətən ilallah. 1 və 2-ci rükətdə həmd və həmdən sonra 5 dəfə Şəms surəsi, namazın salamından sonra bu duanı oxuyun. La havlə və la quvvətə illə billahil aliyyil azim. Ya muqiləl əsərat, əqilni əsrəti.
Ya mucibəd da'vat, əcib da'vati, ya sami'al əsvat, isma' savti, varhamni və təcavaz an seyyiati və ma indi, ya zal cəlali vəl ikram. Uca və əzəmətli Allahdan başqa güc qüvvət sahibi yoxdur. Ey xətaların, büdrəmələrinin hamısına göz yuman Allah, mənim ayağımın büdrəməyinə, günahlarıma, xətalarıma göz yum. Ey duaları qəbul edən Allah, mənim duamı qəbul et. Ey səsləri eşidən Allah, mənim səsimi eşit, mənə rəhm et, günahlarımdan və pis əməllərimdən keç. Ey cəlalət və ikram sahibi olan Allah. O cümlədən həmin gün bir dua vardır, çox uzun da dua deyil, amma yaxşı, əzəmətli, bərəkətli dualardandır. Belə başlayır: Allahümmə dahiyəl Kəbə və faliqəl həbbə. Həmin duanı da Məfatihül Cinan kitabında oxumağı unutmayın. Allah bizi həmin günün xeyir bərəkətindən inşallah binəsib eləməsin.